15 yaşlı oğlana qeyri-etik hərəkətlər eləyən Gizirin cəzası ağırlaşdırılıb. Naxçıvanda TikTokda tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər eləyən Gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilmişdi. Naxçıvan Ali Məhkəməsi 2 ay əvvəl verilmiş hökmü dəyişib. Məhkəmə zərər çəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər 1-ci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirib. Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş Gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb. Qeyd edək ki, Sənan Pənahova Cinayət Məcəlləsinin 152.1-ci 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.